Taksi, minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq ediləcək. Oxu Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yeni qərar qəbul edib. Belə ki, Konstitusiyanın 119-cu maddəsinin 8-ci abzasını rəhbər tutaraq, avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədi ilə avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli fərmanının 2.1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarı alır. 1. Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25.000 müəyyən edilsin. 2. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün icazələrin əlavələri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinə, lisenziyalar və icazələr haqqında və avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla verilsin. 3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-nədək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin. 4. Bu qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir və bu qərarın birinci hissəsində qeyd olunan icazələrin əlavələrinin yeni say həddinin müəyyən olunduğu tarixədək qüvvədədir.